Dayanın. Bu İbrahim'di. Əşlər arı sürüsünün başçısı nə qədər ki Küfə gülünün şirəsini çəkib, Səqəfi qiyamçısının arı pətəyinə töküb bal eləməyib, əl çəkən deyil. Gediş-gəliş qanununun qadağan olmasını eşitməmisiniz? Üst başınız deyir ki, üsyançısınız. Ulağınızın üstündən qabağa gəlin görüm kimsiz, hansı qəbilədənsiz? Adəm evladıyıq. Heyvanların dilini də bilmirik. Aranızda elə biri varmı ki, adam dilində danışsın? Adam kimi soruşsun, adam kimi cavab alsın. Siz adam olsaydınız, Küfə əmirinin sözündən çıxıb qorğu pozmazdınız. Sən həbs olunursan İbrahim. Hansı ittihamla? Hansı ittihamla? Qorğu pozmusan bir. Üsyançı dostun Muxtarın evinə getmək istəyirsən 2. Adın Küfə əmirinə qarşı fitnə fəsad törədənlərin siyasındadır 3. Yolu aç, nas-nas. Açmasam necə? Əbaqud. Gəl. Gedim əmir. Ged onu razı sal təslim olsun. Yoxsa qanlarını tökəcəm. Oldu əmir. Selamun aleyküm İbrahim. Aleyküm salam Əbaqud. Ver nizənə baxın. İbrahim, sənin və Muxtarın barəsində əmirə çox pis xəbərlər çatıb. Qəbilələr silahlanıblar. Küfədə ən azı 10.000 qılınc vuranın qoruğundadır. Küfə əmiri hələ də sənin Muxtarla beyyəti rədd eləyib özünü Muxtarın mələkəsindən kənara çəkəcəyinə ümid eləyir. Əmir! Bu döyüş adilanə değildi. Atamı namərtcəsini öldürdülər. Əgər Nəxəyi qəbiləsinin bütün qadınlarını dul qoymasam kişi deyiləm. Qanınızı tökəcəm İbrahim. Ananı matəmində otuzduracam. Qanınızı içəcəm kafirlər. Qalx Raşid, qalx. Sənin kimi birinə qadınlar kimi saçını yolmaq yaraşmaz. Qalx və dişlərini qıcıyıb kinini boğ. Sənin atan iftixarla öldürüldü. Bu yara qisasdan başqa heç nə ilə sağalan deyil. And içirəm. Səhər gün çıxana dək Əjdərin oğlunun başını niziyə keçirdəcəm. Afərin pəhləvan, afərin. Bundan sonra atanın yerinə Küfə gözətçilərinin əmiri sən olacaqsan. Ged və atanın yarımçıq qalmış işini davam etdir. Ged. Oldu əmir. Nəhayət müsibət başladı. Xeyir tapmayasan Muxtar, kinindən əl çəkmirsən. Allah axırını xeyirləsin. Əyaz ibn Mozəribin öldürülməsi ilə İbrahim qiyamın başlanğıcını öz adı ilə yazdı. Əyaz balaca adam deyildi. Onun ölüm xəbəri şübhəsiz ki, düşməni qərarsız eləyəcək. Bu hadisəni yaxşılığa yozuruq və qiyamı elə bu gecədən başlayırıq. Cəsarət olmasın, əmir. Bu gecə ayın 12-ci gecəsidir. Qərarımız 14-cü gecəyə idi. Bütün dostlarımıza bunu necə xəbər verə bilərik? Bilirəm, bin Kamil.
Lakin Əyazın öldürülməsi ilə düşmən hər tərəfdən hücuma keçəcək. Cavablarını verməsə, qiyamı yerindəcə boğarlar. Bu gecə bunların nə isə fikirləri var, Ömrə. Bəlkə də. Şəkk eləmə. Hökmən nə isə hadisə baş verib. Allah eləsin, pis bir hadisə baş verməsin. Pis hadisə müharibədir, bacı. Muxtarın həmişə arzuladığı əsas məsələ. Əgər döyüş olmasa, nə istəyirsən de. Döyüş istəsən də, istəməsən də olmalıdır. Allah eləsin, onları qəfildən yaxalamasınlar. Çünki Muxtar hələ dostlarının hamısını yığmayıb. Mübarəkdir ya Muxtar. Allah and olsun, ömrüm boyu bundan şirin and görməmişəm. Ya Ləsarətül Hüseyn. Bizim görüş yerimiz Zaide'nin bağı. La hevlə və la qüvvətə illa billah. Bin Muiz, get damdakı qamışları od vur, tez. Bunu ateşte alovlandırırlar. Allah'a şükür ki ölmedim. Muhtarın qiyamını gördüm. Ay Əqrəb bürcündə deyil ki, Sabit. Asimanda sizin adınıza bir ulduz nişanlamışam. Bu gecə həmişəkindən daha kamildir. Hə, Doma. Vəd olunmuş vaxt çatdı. Əlinin eşqi ilə çap, oğlum.